Azərbaycan əskəri, dayanma get irəli. Şuşa, Füzuli, Ağdamı, Laçını, Kəlbəcəri qaytar geri. Zəngilanı, Qubatlını, Cəbrayılı, Xocalını qaytar geri. Unutma, şəhidlər ölməz, doğma vətən bölünməz. Bir kere yükselen bayraq bir daha ölməz. Biz Space televiziyasının Qarabağ Azərbaycandır proqramı bu dəfədə yol aldıq üzü Siyəzənə doğru. Bəli, gördüyünüz kimi biz Siyəzənin müqəddəs bir torpağındayıq, Şəhidlər Xiyabanındayıq. Qəhrəman oğullarımızın uyuduğu bu müqəddəs məkandayıq. Burada müqəddəs analarımız var, müqəddəs şəhidlərimizin ailə üzvləri var. Hər birinizə xoş gördük deyəcəm. Əziz anam, əslində biz Elnurun qonağıyıq. Elnur kimi bütün şəhid oğullarımızın bugün Space televiziyası o müqəddəs torpağa onlar üçün gəlib, onların adına gəlmişik. Bu analarımız bizə şəhidlərimizin yadigarlarıdır, əziz tamaşaçılarımız. Hara gediriksə, bax bu gülər üzlü, bu gözəl gözlü analarımızı şəhid qardaşlarımızın əmanəti olaraq onların huzuruna gedirik, onların əlindən öpürük. Allah sizi qorusun. Hamının adından sizi salamlayıram ana. Sağ olun, sağ olun. Danışmaq olmur, mənim oğlum danışıb, mənim sözümü bir söz deyə bilmirəm qəhərlərlə. Qəhrəmanlığı ilə deyib də sözünü. Bəli, bəli. Elnur haralarda döyüşdü ana? Hadrutda şəhid oldu, Hadrutda qədər getmişdi. Hadrutda Füzulidə, Cəbraildə, Oktyabr Hocavətdə ayının 16-sına qədər döyüşüb. döyüşüb. Döyüşdə olduğu müddətdə danışırdı sizdən, əlaqə vardı. Danışırdı, həmişə danışırdı. Nə deyirdi? 16. Özünüzü qoruyun, uşaqlardan müyağat olun, mən yaxşıyam, qaydayacam. Həmişə onu deyirdi, özünü qoru günə. Mən ona deməkdən özünü qoru, o həmişə mənə deyirdi ki, özünü qoruma. Uşaqların əmanət elədi mənə. Düz ayın 16-sı da mənə zəng elədi, səhər-səhər. Danışmışsınız. Danışmışam, 11-də şəhid oldu. Gəl bura mənim balam, gəl. Qəhrəman Elnurumuzun əmanətləri. Elnurumuzun bizə yadigarları. Sən adın nədir? Pərviz. Pərviz, maşallah. Neçə yaşın var Pərviz? Mənim 15. Maşallah. Hansı məktəbdə oxuyursan? Kino müəllimə. Hə, müəllimlərin kimdir? Mənim Yasin müəllimim. Nə bilim, bir neçəsinin adını de, biz də tanıyaq da Vasif müəllimləri. Əliyev, Vasif müəllimim. Salam göndərirəm Vasif müəllimə buradan. Aha, nə dərsi deyir o müəllim? Tarix. Həm də sinif rəhbərimizdir. Ay, nə gözəl. Tarixi yaxşı öyrədir sizə? Hə, süper. Bu şanlı tariximizi necə yaxşı öyrənirsiniz? Hə, bəli, bəli, Məktəbdə hamı bilirsən qəhrəman oğulsan. bəli. Allah səni qorusun. Sağ ol. Bizə Elnurdan yadigar olan. Atanın adına inşallah layiqli oğul kimi böyüyərsən. Böyüyəndə nə olacaqsan? Mən heç fikirləşməmişəm, amma hərbiçi olmaq istəyirəm də. İstəyərsən, hə? Hə. Allah bizi qoruyan ordumuza güc-qüvvət versin. Sizin oğlanlar, sizin evlatlar bugün bizim namusumuzu, qiriyyətimizi, başımızın papağın geri qaytardılar. Siz bir evlad itirib, milyonlarla evlad qazandınız özünüzə. Biz bugün bu torpaqların üstündə gəziriksə, biz bugün hər hansı bir şad günümüzü, xoş günümüzü ediriksə, sizlərin balaların sayəsində, qazilərimizin sayəsindədir. Gözəl balam. Allah sizi xoşbaxt eləsin. Nənəyə Allah ömür versin, gözəl anamız. Allah sizə ömür versin. Bu balaları gözü dolusu böyüdə biləsiniz. Elnurun adına layiqli böyüdə biləsiniz. İnşallah burada bax qazi qardaşlarıma deyirəm, Allah qoysa Elnurun övladlarının gözəl günün Allah nəsib eləsin bizim hər birimizə. Bizi dəvət edəsiniz, zəng edəsiniz bizə ki, Elnurun övladının toy məclisinə gəlin, sevə-sevə gələk. Ana, Allah o günləri bizə qismət eləsin. Allah sizi qorusun, mənim anam. Allah sizi qorusun. Siz bizim başımızın tacısınız, hər biriniz. Sizin oğullarınız bizim hər birimiz uğrunda canından keçib. Bu oğullar, bu şəhid oğullar. Analarından da keçdilər, atalarından da keçdilər. Cavan-cavan həyat yoldaşlarını da tək qoyub getdilər, övladlarından da keçdilər. Bir şeyin uğruna, bax bu hamı bayrağımız, gətir buran biri. Bax bu bayrağın uğruna. Bu bayrağın uğruna ki, bu bayrağı
Xocalıda dalğalandırsınlar. Bu bayrağı Xankəndində dalğalandırsınlar. Çünki 30 il idi bizim torpaqlarımız düşmən tapdağı altındaydı. 30 il idi biz hələ Xocalının qisasını ala bilməmişdik. O Xocalı ki, orada bizim qız gəlinin başına nə müsibətlər gətirilmişdi. Biz 30 il idi bunu bütün dünyaya bəyan edirdik. Nəhayət ki, bizim oğullar o qisası aldılar. Bax, sizin oğullarınız. Bəli. Adını deyin bizə şəhidimizin. Şəhid Məmmədov Sadiq. Sadiq. Bax, Sadiq kimi oğullar bizim o qisasımızı aldılar. Azərbaycan bayrağını sancdılar Xankəndinə. Məkanı cənnət olsun. Amin. Şəhid Sadiq Məmmədov 44 gün Vətən müharibəsinin qəhrəmanlarından biridir. O da vətənin dar günündə, çətin günündə torpaqlarımızın müdafiəsində də qalxdı. Hər bir şəhidlərimiz kimi, hər bir qəhrəman oğullarımız kimi döyüşdü, vuruşdu və bu gözəl günü, qələbəni, zəfəri Azərbaycan xalqına yaşatdı. Bəli, bizim hər birimiz bu şəhidlərə borcluyuq, bu oğullara borcluyuq. Hər birimiz fəxrlə, qürurla deyə bilirik ki, mən şəhid anasıyam. Niyə görə? Bu günləri bizlərə yaşadan bu oğullardır. Bəli. Sadiq özü topçu idi, top komandiri idi. Hərbiçi. Hərbiçi idi. Mənim balam hərbiçi Neçə idi. ilin hərbiçisi? Təzə getmişdi. Belə deyək, neçə ayın hərbiçisi idi, amma hərbiçi olmağıyla da vətəninə, torpağına sevgisi böyük idi. Necə adı Sadiq, özü də Sadiq idi balam torpağına, vətəninə. Sadiq özü ailəlidir. 2 qız evladı var. Hər birinə şəhidlərimizlə, hər birinə fəxr edirəm ki, biz bugün yaşayırıqsa, bugün biz rahat nəfəs alırıqsa, hər birimiz şəhidlərimizə borcluyuq. Bəli. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları nurla olsun. Zaten məkanları Cənnətdədir. Cənnətdir, Hə. cənnətdədirlər. Allah ana bizə qismət eləsin, biz əməli salihlərdən olaq. Bəli. Bir cənnətdə onlarla görüşə bilək. Cənnətdə Amin. onların huzuruna gedə bilək. Onlar Hə. elə bir məqamdadılar ki, elə bir uca məqamdadılar ki, onlar peyğəmbərlərlə bir məqamdadılar. Allah bizə onu qismət eləsin. Bizə, şəhidlərin ailələrinə, şəhidlərin Ailələrinə, övladlarına, evladlarına. ümumiyyətlə şəhid adını tutan, gələn hər bir kəsə, şəhid adına hörmət edən, şəhid adını sevən, onun mənasını dərk edən hər bir kəsə Allah ömrünün sonuna qədər əməllərində salihlik qismət eləsin ki, biz şəhidlərin huzuruna gedəndə alnımız açıq olsun, üzümüz ağ olsun. Şəhidlərin qarşısına gedək ki, sizin bizə əmanət edib qoyub getdiyiniz Azərbaycanı yaşada bildik. Yaşada bildik. Bəli, yaşada bildik. Azərbaycanın müstəqilliyini qoruya bildik. Son qoyuldu. Yəni ki, bu torpaq həsrəti hər birimiz üçün ağır bir dərd idi. Hər birimiz üçün ağır bir yara idi. Amma bu oğullarımızın sayəsində həmin o torpaqlarımız işğaldan azad oldu. Azərbaycan xalqının deyərdim üzü güldü. Heç Sadiq də Qarabağı görməmişdi. Görməmişdi, yox. Sadiq bəlkə Elnur da görməmişdi də Qarabağı. bəlkə Bax, Sadiq Qarabağı 91-ci il görməyən təvəllüddür. Məsələn, o vaxtda torpaqlarımız alınmışdı. O vaxtda. Bəli. Amma Artıq işğal olunmuşdu. işğal olunmuşdu torpaqlarımız. Amma indi o 30 ildən sonra məsələn Sadiq böyüdü, bir igid oldu, hərbiçi oldu. O da torpaqlarımızın dar günündə torpaqlarımızın müdafiəsinə qalxdı. Bir hərbiçi kimi, bir qəhrəman igid kimi adını hər yerdə tanıtdırdı. Mən də fəxr Azərbaycan edirəm. üçün. Mən də fəxr edirəm. Həqiqətən bir hərbiçi anası kimi, bir şəhid anası kimi fəxr edirəm ki, mən şəhid Məmmədov Sadiqin anasıyam. Allah sizi qorusun. Allah sizi Mənim qorusun. oğlum da hərbiçi idi, 8 ildir hərbidə işləyirdi. 8 ilin hərbiçisi. Bəli. Qəhrəman Mən oğul. həm şəhid xalasıyam, bacım oğlu da şəhiddir, həm şəhid anasıyam. Deməli 2 xala oğlu hər ikisi şəhiddir. Şəhiddir, bəli. Elnurun xalası oğlu, Oğlu şəhidin adı. Kamilov Mübariz, qalada olur, Bakı Qalı kəndində. Qazi oğulları hər zaman biz deyirik ki, bizim şəhidlərimizin qardaşlarıdır. Bizim şəhidlərimizin yadigarlarıdır. Çünki şəhidlərlə bir səngərdə döyüşüblər. Bu şanlı bayrağımızı şəhid oğullarımız və qazilərimiz bizim qəhrəman oğullarımız o torpaqlarımıza sancdılar. Siz bizim hər birimiz qürur yerimizsiniz. Ehtiyatda olan zabit 2-ci Qarabağ müharibəsi qazisi Quliyev Akif Qədiroğlu Siyəzən şəhər 2 saylı tam orta məktəbində hərbi müəllim işləyirəm. Nə gözəl. Bu Bayaqları- şagirdlər sizin şagirdlərdir onda. Bayaqları Maşallah. Qafarov Elnurun, Məmmədov Sadiqin haqqında məlumat istəyirdiniz. Bu uşaqlar bizim şagirdlərimiz olub. Necə ki, qəhrəmanlıqları əbədi olaraq qalıb. Orta məktəbdə də digərlərindən biraz dəcəl olmaqları ilə fərqlənirdilər. Hansı ki, belə deyək də o
bir deyim var da, deyirlər ki, tarix dərsini oxumayanlar tarix yazdılar. Bunlar həmin uşaqlardır. Siyəzəndə 100-dən çox şəhidimiz var bizim. Təkcə 2-ci Qarabağ müharibəsində 401 könüllü olaraq döyüşlərə qatılan siyəzənlərimiz olub bizim. Onlardan 401 nəfər. Hətta onu da deyirəm ki, o bir nəfərin də haqqı var. 401 nəfər bizim döyüşlərdə iştirak edən siyəzənlərimiz olub. Niyə görə Məmmədov Sadiqlə Qafarov Elnurun adını çəkirəm? Çünki onlar bizim məktəbimizin şagirdləri olublar. Bayaqları Sadiq haqqında danışanda mən istədim Bahar xalaya deyim ki, qoy o yerini mən danışım. Çünki analıq, ana biraz evladı ilə kənarda olanda, ancaq məktəbdə müəllimlə, məhəllədə bir məhəllədə böyüyəndə baxıb görürsən ki, tamam fərqli bir uşaq olur. Sadiq düzdür, qısa bir müddət ərzində xidmətə yazıldı. 3-4 ay özü könüllü olaraq. Necə ki, orta məktəbdə şagirdlər arasında fərqlənirdi, öz sinif yoldaşları arasında fərqlənirdi. Bu döyüşlərdə də fərqlənib. İndi həmin ərəfələrdə mən özüm döyüşdə olmuşam. Oktyabr ayının 3-ü döyüş bölgəsində bizim də hərbi komissarlıqla əlaqəmiz var idi. Bəs dedilər ki, Məmmədov Sadiq şəhid olub. Məmmədov Sadiq şəhid olub deyilən anda biz dərhal onun xidmət etdiyi istiqamətlə əlaqə saxladıq ki, axır ən azından biz döyüşdə olmuşuq. Gələndə də valideynlərə biz o haqda məlumat verəcək ki, kim hansı zirvəyə, hansı qaydada ucalıb. Deməli, Məmmədov Sadiq öz döyüş 4 yoldaşını döyüşdən xilas etmək üçün özü şəhidlik zirvəsinə uzanıb. Bunu onunla bir yerdə xidmət edənlər də təsdiq edə bilər. Qafarov Elnur da həmin bizim şəhid qəhrəmanlarımızdandır ki, hansı ki özü gizir kimi xidmət eləyib, xidmət etdiyi tağımda şəxsi heyəti vəziyyətdən çıxartmaq üçün şəhidlik zirvəsinə uzanıb. Siyəzəndə olan hər bir vətəndaşdan bu barədə soruşsun, düşünmədən danışarlar. Yəni bizim şəhidlərimiz barəsində danışarıq. Biz şəhidlər xiyabandayıq. Görürsünüz ki, burada 90-cı ilin şəhidləri də var, 2020-ci ilin şəhidləri də var, antiterrorda şəhid olanlarımız da var bizim. Bunlar hamısı Azərbaycanın suverenliyi uğrunda şəhidlik zirvəsinə uzalıblar. Buralarda yaralanmısınız, ətraflı bir danışığınız döyüş yolunda. Biz Cəbrayıl bölgəsindən girmişik, Zəngilanda Qubalda yaralanmışdıq. Qubalda yaralanmışam, Həkəri çayın yaxınlığında. Neçə müddət döyüşdə olmusunuz? Ayın 1 oktyabrda getmişik, könüllü getmişəm. Ayın 20-si yaralanmışam, oktyabrın 20-si. Könüllü getmişsiniz? Bəli. O istək, o sevgi necə gəldi sizə? Niyə könüllü getmək istədiniz? Hardan yarandı sizdə? Yəni bilirəm ki, siz də Qarabağı görməmisiniz. Bəli, biz elə bir ki, ayın 30-u Seyfərin şəhid gəldi. Biz demək olar ki, Azərbaycanda hamı demək olar gənclərin. Bəli, biz də o əhval-ruhiyyə ilə getdik. Oktyabrın 1-i Cənab Noruz müəllim tərəfindən hələ ki, o bizi yola saldı. Müharibəyə getdik. Müharibənin o nə demək olduğunu orada gördünüz. Bəli, biz danışamırıq, biz istəmişdik. Allah sizi qorusun, əziz qardaşım. Siz elə döyüşdə danışmısınız da, nə lazımdır döyüşdə demişsiniz. Allah sizi qorusun. Sağ olun. Fəxrimizsiz, bizim gənclərimizə nümunəsiz. Allah sizləri var etsin. Sağ olun. Bir də döyüş olsa gedərsiniz. Bəli, niyə getmirəm ki? İlyasov İlkin sentyabrın 27-sindən döyüşə girdim Füzuli Alxanlı istiqamətindən. Özüm 3 aylı tam orta məktəbdə hərbi rəhbər işləyirəm, yəni hərbi müəllim işləyirəm. Yanvarın 9-unda evə qayıtdım. Olduğum istiqamətlər Füzuli Alxanlı, Cəbrayıl istiqamətində olmuşam. Ən çətin döyüşlər Füzuli döyüşləri, Tuğ döyüşləri. Dekabrın 1-də isə Laçın bizə verildiyi vaxtı ilk girən ordunun içərisində olmuşam. Yanvarın 9-da isə evə qayıtmışam. Könüllü formada girmişəm. Qəhrəman oğul. Təşəkkür ederim. Medallarınız haqqında da deyin bizə. Yəqin Füzulinin azad olunması uğruna. Bilirsiniz necədir? Burada həqiqətən bayaqlarda dedi,
danışmaq çox çətindir. Əsas da şəhid valideynlərin qarşısında danışmaq çox çətindir. Döyüşlərdə olduğumuz vaxtda ondan əvvəl deyirdilər ki, bu vətənə canım qurban. Orada isə igidlərimiz həqiqətən də göstərdi ki, biz bunu dildə demirik də, əməldə göstəririk. Ona görə həmin o şəhidlərin, şəhid valideynlərin qarşısında baş əyirəm. Çox sağ olun, təşəkkürlər edirəm. Biz də sizin hər birinizə borcluyuq. Dumanlı dağların başında durdum. Dumandan özümə bir xeymə qurdum. Dumanlı dağların başında durdum. Dumandan özümə bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başında dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başında dastana döndü, dastana döndü. Deyirlər bülbüllər çəmən yaxşıdır, insan tunlalı zər vətən yaxşıdır. Deyirlər bülbüllər çəmən yaxşıdır, insan tunlalı zər vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcə könlüm dastana döndü, dastana döndü. Xudayar qardaşım qəhrəman oldu, adı da özü də dastana döndü, dastana döndü. Elnur qardaşım qəhrəman oldu, adı da özü də dastana döndü, dastana döndü. Sadiq qardaşım qəhrəman oldu, adı da özü də dastana döndü, dastana döndü. Əziz tamaşaçılarımız, gördüyünüz kimi yağışlı bir havadır. Hətta az-az deyəsən sulu qara çevirir. Hava da möhkəm soyuqdur, amma şəhidlərimizin ruhu qarşısında biz deyirik ki, borcumuzu heç vaxt ödəyə bilmərik. Havanın soyuqluğuna baxmayaraq bizimlə bərabər bax burada Dağ kəndidir. Olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Qəhrəman oğlumuzun ziyarətindəyik. Əmrağa Ağayev Mahir oğlu, igid bir oğlumuz və bugün onun atasının yanında dayanmaq bizim hər birimiz üçün böyük bir şərəfdir. Qəbul elədiyiniz üçün bizi bugün sizin qonağınızıq. Əmrağanın adına gəlmişik, onun qonaqlarıyıq. Qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk sizə. Allah sizi var etsin. Var etsin ki, belə bir oğul böyütmüsünüz. Sağ olun. Təşəkkür edirəm. Xoş gəlmişsiniz hamınız. Hamınıza minnətdarlığımı bildirirəm. Şəhidlərimizi yaddan çıxarmırsınız. Nə deyim Allah? Allah hamısına qəni-qəni rəhmət eləsin. Yaxşı uşaq olub, mədəni tərbiyəli uşaq olub, belə bu məktəbdə də tərbiyə alıb. Bu məktəbdə oxuyub? Bəli. Buradakı məktəbdə? Bəli. Bir nömrəli tam orta məktəbdə? Bəli. Surra kəndi bir nömrəli tam orta məktəbində oxuyub. Bu kəndin iki şəhidi var? Bəli. Xəyal Həsənov, Ağayev Əmrağa. Yəni 3 ay əsgər olub. 3 ay əsgər olmağına baxmayaraq vətəni, torpağını sevib gedib şəhid olub. Yəni nə deyə bilər? Füzuli rayonu Aşağı Məkanı cənnət. Harda Rəfməli? Füzuli rayonu Aşağı Abdurrahmanlı kəndində şəhid olub. Süzayət Götlər oktyabr 13-ü 10 şəhid, 8 qazi itki veriblər. Şəhid olublar. Uca məqamı ucalıblar. Oktyabr 13-ü qardaşımız şəhid olsa da, yəni itkin şəhid idi. 4 ay 3 günə nəşi tapıldı, bəli. Ya o ananın, o atanın o çəkdiyi istirab, əziyyət. Biz hər dəfə gəlirdik ziyarətinə. Bacımız mənə deyərdi ki, ay bala, bir dəfə də qurban olum sənə, bir Əmrağadan da bir xəbərdir də. Yəni ən azından bir 4 ay gözləyib. O çox əziyyət çəkdilər. Allah yenə də səbr versin qardaşıma. Allah hər birimizə səbr versin. İtkin şəhidlərimiz bizim 1-ci Qarabağ müharibəsinin də itkinləri vardı və bu günə qədər də hələ tapılmayan şəhidlərimiz var və Əmrağa özü də dedi ki, 4 aydan sonra tapılıb. Əmrağa kimi oğullarımız
məhz Qarabağ müharibəsində o qələbəni bizə yaşatdıqlarına görə bizim 1-ci Qarabağ müharibəsindən olan neçə-neçə itkinlərimizin nəşi bu gün tapıldı və valideynlərinə bəli verildi, dəfn olundu. Anaların, ataların gözü yoldan yığıldı. Çox böyük dəhşətdir, çox böyük acıdır. Bu təkcə sizin yox, bax o kədəri, o dərdi, o acını bizim hər birimiz, bütün Azərbaycan ailələri çəkib. Eyni zamanda onunla bərabər bizim hər birimiz həm də o qüruru yaşamışıq sizinlə bərabər. Sizin övladlarınız o qüruru bizə yaşadıb. Çox sağ O olun. fəxri bizə, xalqımıza, ali baş komandanımıza. Çünki sizin oğullarınız o qalib ordunun əskərləri olublar. Çox sağ olun. Sağ olun, mən də. Var olun. Sağ olun. Bütün tamaşaçılarımız adından, bütün Azərbaycan xalqı adından, böyükdən kiçiyə, bütün dünyada yaşayan biz nə qədərik? 50 milyonuq. Hər kəsin adından qarşınızda baş əyirik. Təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Sizə nə qədər çox sağ ol desək yenə azdır. Çox sağ olun. Çünki sizin böyütdüyünüz o gözünüzün ağı qarası olan baladan şirin heç nə yoxdur. Siz oğlunuzu bizim üçün, bax mənim üçün, əziz tamaşaçılarımız, bu dəqiqə bizi izləyən tamaşaçılar, sənin üçün, sənin övladların üçün, mənim övladlarım üçün sizin oğlunuz canından keçib. Sağ olun. Mən də yenə də sizə təşəkkür edirəm. Gələn qardaşlarımıza, bacılarımıza, analarımıza təşəkkür edirəm. Çox sağ olun. Aha. Kəndin. Kəndin camı. Siz əmisisiniz. Qəhrəman oğlunuzun. Allah rəhmət eləsin. Can əmim. Əmilər kövrək olur. Əslində bax sizin soyadınız Ağayevdir. O Ağayev soyadını bəlkə də Əmrağa şəhid olmazdan öncə qapı qonşu ancaq tanıyırdı, düzdürmü? Amma o Ağayev soyadına görə nə qədər başucalığı gətirib. İndi sizi bütün ölkə tanıyır. Sizinlə fəxr edir. Siz artıq ölkənin o deyim ən statusu yüksəkdə olan ailələrindən birinə çevrilmisiniz. O adı da sizə verən Əmrağa olub. Gör o necə oğul olubsa sizi adınızı necə yaşadıb. Düzdürmü əmi? Bəli, bəli, düzdür. Təşəkkür edirəm sizə, minnətdaram. Evinizə dəvət edirsiniz bizi, necə eləyirik? Yolumuz haradır indi? Gözümüzü evə. İndi Xəyalov balamızın ocağını ziyarət edəcəyik. Oradan sonra da hamısı bizim yerlərimiz. Bizim əziz tamaşaçılarımız bugün Şabranda, hər-hazırda Surra kəndindəyik. Bizim deyir ki, yol göstərənimiz Rafiq müəllimdir. Allah sizi qorusun Rafiq müəllim. Allah sizləri var eləsin. Bu yol müqəddəs bir yoldur. Bu yolda həmişə var olasınız. Nurhan xanım, hər bir Azərbaycanlının, istər bundan sonra doğulanın, fərqi yoxdur, yaşayanın, yaşlısının, ahlının, xəstəsinin hər bir Azərbaycanlının borcu şəhidlərimizi ziyarət etmək. Bəli. Onları anmaq, onları saymaq. Bizim bayramlarımızda, toylarımızda, düyünlərimizdə hər biri şəhid ocaqlarından Onların başlamaq. adına. Çünki onların sayəsində bugün biz, O toyları eləyirik. bəli, bəli. Nurhanə xanım, bir kəlmə demək istəyirəm. Mahir qardaşları 10 burada. kəlmədir. Yox, Ay, yox. şəhid qardaşlarımızın bacısı, tutu bacımız. Mən hər zaman bu halımdan da gəl, yenə gəl. əgər vətənim dardadsa mən xidmət etməyə, tibb bacısı kimi xidmət göstərməyə hazıram. Mən bu iki qardaşla yoldaş olmuşam. Mən onları yolda kəşf eləmişəm. 10 şəhid bayaq nəyə dedim? Bunu məlumatım olmasa mən heç vaxt heç nəyə danışmıram və yolda tanıdım. Biz Şəmkirə qədər getdik. Göygöz, Şəmkir, Ağıstafaq, Qazaq, Siz hansı Şəki. qardaşları deyirsiniz? Babam Mahir qardaşımla mənim bu dəyər. Əmrağan atası ilə. Bəli, bəli, bəli. Rafiq qardaşımla. Biz 4 səhv eləmirəmsə 4-5 maşın. Axırda Şəki, Şəkidən sonra da gəldik Mingəçevirə və onların içərisində də bizim şəhidimiz Ramil gedib evlərini çəkiliş eləmişdi, Reyhan ananın oğlu. Bəli. Yəni mən bunları yolda tanıdığım üçün və bunlarla həqiqətən də hər yerə getmək, nəinki şəhid evinə getmək. Azərbaycandan çıxıb hansı ölkəyə gedirsənsə get, bu qardaşlar heç vaxt darda qoymazlar. Allah ömür versin bunlara. Şəhidlərim həqiqətən də bizi bu yollara şəhidlərimiz tanıdı. Mən nə tanıyıram Mahiri, nə tanıyıram buradakı mənim döyüş qardaşlarımı. Bizi tanıdan, vətən üçün şirin canlarından keçən torpaqlardan ötəri o şəhidlər də bizi tanıdan, o şəhidlərin ruhları qarşısında baş əyirik. Amin. Ruhları şad olsun. Əziz qardaşımızın ruhu şad olsun. Çətirimizi saxlayın. Əslində əziz tamaşaçılarım, bu çətiri soyuq üçün tutmamışıq, kameramız üçün tutmuşuq. Qardaşımızın bulağından anamızla bərabər Seyid Əlimizin anası buradadır. Lalə ana gəl. Gəl bu müqəddəs sudan da içək. Gəl, gəl anam, gəl.
Məkanı cənnət olsun. Məkanı cənnət. Məkanı cənnət. Gəl. Gəl anam, gəl. Seyid Əlinin də məkanı cənnət olsun. Əmrağı ilə bərabər qəhrəman oğullarımızın hər birinin ruhu şad olsun. Bugün bura gəlmişsən, bilirəm ki, o qardaşlarımız cənnətdə bir yerdədirlər. Əlbəttə. Sevinirlər ki, ana bizim ziyarətimizə gəlib. Əli sevinir ki, anası şəhidlərin ziyarətinə gedib. Həmişəki kimi. Mən bu uşaqların evlərində olmuşam il yarım bundan öncə. İndi təkrar gəlmək daha da xoş oldu mənə. Mən qısa bir şey deyərdim, yəni bayraqdan. O bayrağın qırmızı xətti bizim şəhidlərimizdir. O qırmızı xəttin üstündə... Yaxına gəl, o bayrağı gətir bura. O bayraq uğruna gedib bizim oğullarımız. Bax, bu bayraq bu qırmızı bizim şəhidlərimizdir. Bu aypara şəhid ata-anaların ağarmış saçlarıdır. Bu qazilərimizdir, bu da bizim gələcək nəslimizdir. Mən belə deyərdim. Torpağımız, təməlimiz. Hə, yox, onu bilirəm. Sadəcə bizim ki uşaqlarımız, bizim oğullarımız ki gələcəyi qoruyub, mən o sayırdan deyirəm. Yəni bunlar şəhidlərimizdir, bunlar qazilərdir, bunlar da gələcək nəsildir. Allah ordumuzu qorusun inşallah. Hər biri sağ-salamat evlərinə qayıtsın inşallah. Xoş gördük sizi, hörmətli televiziya tamaşaçıları. Biz yenə Space televiziyası Qarabağ Azərbaycandır layihəsi olaraq müqəddəs ziyarətgahlara üst tutmuşuq. Bu dəfə yolumuz Azərbaycanın cənubuna doğrudur. Masallıdayıq. Masallının Kolatan kəndində. Bu kəndin qəhrəman bir oğlunun, gördüyünüz kimi Quliyev Əli Turaj oğlunun 44 günlük bizim Zəfər Savaşı'nın igid qəhrəman oğullarından birinin ailəsinin ziyarətinə gəlmişik. Və bilirsiniz ki, biz hər dəfə belə ziyarətlərə gedəndə ziyalılarımız bizim yanımızda olur, bu başqa. Mən onların hər birinə təşəkkürümü bildirirəm. Bir də bizim müqəddəs şəhid valideynlərimiz bizimlə bərabər bu yola çıxır, bu yolda bizimlə addımlayır. Allah sizi qorusun. Rəşadımızın anası buradadır. Vidadimizin anası buradadır. Rüfətimizin atası buradadır. Allah sizləri qorusun. Mənim Bərziyə bacım buradadır. Allah sizləri qorusun və Müşfiq müəllim, İsmail müəllim, biz yenə gözəl bir yoldayıq. Gözəl bir missiyanı həyata keçirdirik. Nə deyim? Kolatan kəndinə xoş gəlmisiniz. Dəyərli şəhid valideynləri, şəhid əmanətləri, bir şəhid anamız, bir şəhid atamız da bizi səbirsizliklə gözləyir. Mən şəhid mayor Rüfət Əsgərovun atasıyam. Xətai rayon Ağsaqqallar Şurasında sədriyəm. Bu missiyanı çox bəyənirəm. Biz Bakıdan gəlmişik ki, buradakı şəhidimizin valideynlərini ziyarət edək və onların vəziyyəti haqqında tanış olaq. Eyni zamanda bizləri görərək biz onlara qonaq gəlirik. Eyni zamanda onlar Bakıda gələndə bizim qonağımız olsunlar və ümumiyyətlə şəhid ailələri arasında belə bir körpü yaransın ki, bir-birini tanısınlar. Bu missiyaya görə sizə minnətdarlığımı bildirirəm. Var olasın, var olasın. Vidadimizin anası. Biz sizlə Göyçayda görüşmüşdük. Göyçay Şəhidlər Xiyabanında bizim daimi tamaşaçılarımız yadınızdadırsa, anam qarşısında dayandı. Rütbəsi necə idi? Polkovnik. Dedi, cənab polkovnik, mən sənə minnətdaram ki, sən öz canın bahasına bizim torpaqların işğaldan azad olunmasında iştirak eləmsən. Mən özüm sənin qarşında baş əyirəm. Əllərindən öpürəm anam. Əllərindən öpürəm. Bax, bu dəqiqə bizi izləyən bütün tamaşaçıların adından əlindən öpürəm. Polkovnikin anası. Hamınızı salamlayıram. Başda Nuranə xanım olmaqla Qarabağ Azərbaycandır verilişin aparıcısı Nuranə xanımın hesabından biz Masallı rayonuna gəlmişik. Bir şəhidimizin ziyarətinə gəlmişik. 44 günlük müharibənin şəhididir. Onlar ziyarət yeridir bizim üçün. Biz ziyarətə gəlmişik. Belə çox ürəklə gəlmişik o boyda məsafəni ki, biz belə bir şəhidin ziyarətinə gəlirik. Bu 44 günlük müharibədə biz bir-bir tanımayan insanlar bir-birimizi tanıdıq. Mən hal-hazırda bu dəqiqə oğlumun dostu Rəşad Quliyevlə
Bir də oğlumun bir dostu Ürfətin atası ilə görüşdük. Çox sevindim. Nuranə xanım, sizə təşəkkür edirəm. Bundan da daha böyük zirvələrdə olasınız. Space kanalının hamısına, müdiriyyətindən tutmuş bütün işçilərinə təşəkkür edirəm ki, bu şəhid ailələrini yoxlayırlar, sayırlar, çəkiliş edirlər. Space kanalının biz bugün qonağıyıq. Gəlmişik Masallı rayonunda Kolatan kəndinin Quliyev Əli Turac oğlunun ziyarətinə gəlmişik. Bizim 44 günlük qəhrəmanımızdır. Mən polkovnik leytenant Quliyev Rəşadın anasıyam. 20 ilin zabiti. Biz şəhid analarını belə bir tədbirlərə dəvət etdikləri üçün Nuranə xanıma çox təşəkkürümü bildirirəm. Space kanalının əməkdaşlarına təşəkkürümü bildirirəm. Həmişə bizim yanımızdadılar, bizi tək qoymadılar. Allah sizlərə can sağlığı versin. Allah bütün şəhidlərimizin yerin cənnət eləsin. Bundan sonra müharibə olmasın. Analar ağlamasın, övladlar atasız qalmasın. Hamıya, bütün zabitlərə, qazilərə can sağlığı arzulayıram. Amin, amin. Gözəl bacım mənim. Gözəl bacım. 30 ildən sonra bizim bu belə deyim 44 günlük Vətən müharibəsinin şəhidlərinin sayəsində bəli. Sevinci mənə bəxş eləyiblər. Görün nə deyir? Deyir hədiyyəsi. Çünki o 30 ildir həyat yoldaşının yolunu gözləyən bir xanım idi. Övladların anası idi və 30 ildən sonra onun nəşi nəhayət ki torpağa tapşırıldı. Rahatlıq tapdı. Bəli, bu valideynlərin evladlarının zəhməti, qəhrəmanlığı bəhrəsində o sevinci mənim ailəmə nəsib elədi. Mən qəhrəman Qasımov Veysəlin qəhrəman xanımıyam. Elimə, günümə xoş gəlmisiniz. Biz sizin elinizə gəlmişik. Bəli. Siz buradansınız. Müşfiq müəllim, gözəl bir yolda, gözəl bir missiyada neçə illərdir Müşfiq müəllimlə bərabər bu yolu addımlayırıq, yenə birlikdəyik. Biz bu zonaya gəlmişik dəfələrlə. Masallıya gəlmişik, Lənkəranda da olmuşuq, Astarada da olmuşuq. Ziba ananı da buradan salamlayaq. Əllərindən öpürük Ziba anamızın. Hər kəsin şəhid qapılarında gəlməyi, ziyarət eləməyi hər kəsin boynunun borcudur. Biz də Mürvət kişi ilə bərabər birləşərək şəhid analarımızı bu tədbirdə iştirak eləmək üçün, şəhidimizi ziyarət eləmək üçün bu kəndə, tək bu kəndə yox da, cənub bölgəsindəyik. Bir çox şəhidlərimizi ziyarət eləyəcəyik. Hələ qonşuda bildirək ki, şəhid analar gəlib bura. Şəhid ailələri gəlib. Buradan divarın o tərəfindən bura bizə görünən hədiyyə veriblər. Baxın, bir dənə paketi gətir. Baxın, bizə burada mandalin, bəli, qonaqpərvərliklərini göstərdilər, bəli, bizə. Mandalin, bəli, feyxuya. Bəli. Təşəkkür edirik. Hələ Kolatan kəndinə hələ indi ayaq basırıq biz. Qəhrəman oğlumuzun ziyarətindəyik. Allah qorusun, Allah qorusun. Bu torpaqlarda böyüyüb Qarabağı görmədən Qarabağ uğrunda canından keçən oğullarımızın məkanını cənnət eləsin. İsmail müəllim, neçənci dəfədir biz sizinlə Azərbaycanın müxtəlif bölgələrində görüşürük. Bu dəfə də Bəli, cənubdayıq. Həqiqətən Allah Azərbaycanımızın şəhidlərinə rəhmət etsin. Şəhidlər müqəddəsdir. Şəhidlər haqqında danışmaq, o qədər danışmaq olar ki, qurtarmaq bitməz. Allah qazilərimizə, veteranlarımıza can sağlığı versin. Şəhid analarına, valideynlərinə Allah Taala'dan səbir arzulayıram. Ancaq səbirdən də əsas odur ki, onların evladları cənnətdədir. İnsan dünyaya gəlir, qəzadan, avtoqəzadan dünyasını dəyişir, xəstələnir, cürbəcür qəzalarla insan dünyasını dəyişir. Ancaq bu şəhidlər torpaq üstündə, namus üstündə şəhid olmaq, bayraq üstündə, bəli, bu üç rəngli müqəddəs bayraq, həqiqətən müqəddəs bayraq. Bu bayraq yolunda şəhid oldular. Azərbaycanımızı daha da möhkəmləndirdilər. Bəli, bugün Azərbaycan dövlətimiz bütövlüyü bərpa olunub. Bugün şadıq. Bir daha da şəhid analarına Allah Taala'dan səbir,
can sağlığı ki, onlar da bilirsiniz Nurana xanım, Azərbaycan dövləti də, vətəndaşlar da, vətəndaş mövqeyimizi bildirərək şəhid anaları sevinir ki, biz gəlib onları ziyarət edirik. Əziz tamaşaçılarımız, mən belə başa düşürəm ki, biz hər dəfə müqəddəs şəhidlərin evini, ocağını ziyarət edəndə elə sizin hamınızı özümüzlə aparırıq. Düzdürmü anam? Bu dəfə də bütün Azərbaycan tamaşaçılarını hara gətirmişik? Masallının Kolatan kəndinə. Əlinin evinə, ocağına, yurduna, ziyarətgahına, Əli oğlumuzun valideynləri müqəddəs ocağında bizi gözləyirlər. Yolçu yolda gərək, hələ kəndin girişindəyik, xeylaq yolumuz var, gedək. Qarabağ şəhidlər ölməz. Qarabağ göz yaşına saxlamayas atam ağlama, əksinə fəxr elə ki vətən uğrunda oğlun şəhid oldu. Şəhidlər ölməz. Şəhidlər ölməz. Qarabağ Azərbaycandır. Şəhidlər ölməz. Şəhidlər ölməz. Şəhidlər ölməz. Qarabağ Azərbaycandır. Sizlərin sevinci, anam fikrimi çəkməsin, deyin ki yarım həmçinin göz yaşın dökməsin, şəhid yarına dualar eyləsin. Allah sizləri qorusun. Çox təşəkkür edirəm. Bugün bizi, bax bu qədər qonağı, Bakıdan gələn bizim dəyərli şəhid analarımızı, şəhid atalarımızı evinizə qonaq eləmisiniz. Bugün bu qapını açıb içəri girən, bu ziyarətgaha, bu müqəddəs ocağa gələn hər bir kəs Əlinin qonağıdır, Əlinin adına gəlib. Müqəddəs bir ziyarətgaha gəlmişik əziz tamaşaçılarımız. Space televiziyası olaraq yenə biz Azərbaycanın müqəddəs ocaqlarındayıq. Bura, bu ev, bu yer, bu yurt bir ocaqdır, bir ziyarətgahdır və siz də bizimlə bərabər bu ziyarətgahın bugün qonağısınız. Allah sizdən razı olsun. Çox təşəkkür edirəm anam, gözəl anam, əllərindən öpürəm. Bütün tamaşaçılarımız adından çox təşəkkür edirəm ki, qapını açıb bizi içəri dəvət etdiniz, bizi qonaq dəvət etdiniz. Gələn qədəmləriniz var olsun. Şəhidə dəyər verdicə görə hamınıza təşəkkür edirəm. Allah hamımızdan razı olsun. İnşallah bundan belə Allah heç birimizə şəhid dağı vurmasın inşallah. Allah dövlətimizi qorusun, Allah millətimizi qorusun. Sağ olun, əziz olasın. Mən şəhid mayor Rüfət Əsgərovun atasıyam. Allah şəhidlərimizin hamısının ruhu şad olsun. Biz yaşadığımız son bu 30 ildə işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın iradəsi ilə, xalqımızın birliyi və ordumuzun rəşadəti ilə 44 günlük müharibədə bir dəmir yumruq şəklində birləşərək bu torpaqları azad elədik. Mən bir şəhid atası kimi onu deyə bilərəm ki, biz həm qürurlu, həm də niskinik. Niskinik ki, övlad itirmişik. Amma qürurluyuz ki, azad olunan torpaqlarda bizim övladlarımızın əməyi var. Biz şəhid valideynlərin əməyi var. Ona görə də övladlarımız şəhid olmayana qədər bizim övladlar sayılırsa, bugünkü gündə isə bu övladlar Azərbaycan xalqının övladıdır. Neçə ki, Azərbaycan milləti, Azərbaycan dövləti yaşayır, bu şəhidlər həmişə yaşayacaq. Bugünkü gündə mən Ali Baş Komandanımızın hörmətli İlham Əliyev cənablarının hər bir çıxışında çalınan qələbədə əskərlərin və zabitlərin əməyi nəticəsində olmuşdur. Eyni zamanda onu da deyə bilərəm ki, rayonlarda, regionlarda prezidentimizin səlahiyyətli nümayəndələri, icra başçıları həmişə bizlərin yanındadır və şəhid ailələrinə mənəvi dəstəkdir və onların dərdinə şərikdir. Mən həm dövlətimizdən, həm xalqımızdan razıyam. Allah şəhidlərimizin ruhunu şad eləsin. Xalqımız yaşadıqca onlar da yaşayacaqdır.
Bir daha onu da qeyd eləyə bilərəm ki, ölüm hər bir insan, yaşayan insanlar üçün var. Amma şəhidlik zirvəsinə çatmaq, çıxmaq çətin bir məsələdir və onu qazanmaq çətindir. Ona görə də mən bu 4 il tamam olmasına baxmayaraq şəhid valideynlərin yanında, onların il dönümündə bütün dövlətimizin nümayəndələri, xalqımız həmişə bizim yanındadır. Allah dövlətimizi, xalqımızı var eləsin, şəhidlərimizin ruhu da şad olsun. Biz bugünkü gündə Bakıdan, mən Xətai rayon Ağsaqqallar Şurasının sədriyəm. Space TV-nin köməkliyi ilə şəhid ailəsini bugün ziyarətə gəldik. Əli balamızın valideynlərini ziyarətə gəldik. Allah bir daha deyirəm ki, hər bir şəhid bizimdir, əskəri də, zabiti də bizimdir. Onlarla fəxr edirik, həm də onların valideynləri ilə fəxr edirik. Mən bugünkü gündə bu Masallıya bu rayona gələndə heç kimə demədən 2 dənə dostumla rastlaşdım. Biri Bəxtiyar müəllimlə, biri də Abdullah müəllimlə. İndi bu da bir talih yazısıdır ki, Allah bizi yaxınlarımızla görüşdürdü. Bir daha deyirəm ki, bəli, şəhidlərimizin ruhu nəticəsində, şəhidlərimizin adı nəticəsində biz bunlarla görüşdük. Bizi bura gətirənlərə minnətdarlığımızı bildiririk. Space TV, Nurayana xanım sizə minnətdarlığımızı bildiririk. Sizin işçi kollektivə rəhbərliyimizi bildiririk. Şəhid qardaşımıza da nə deyə bilərəm ki, başımızı dik tutaq, xalqımız neçə ki var, biz də varıq. Allah həmişə hörmətli də olacaq. Allah şəhidlərimizin ruhu şad eləsin.